Hörmətli tamaşaçılar, hər vaxtınız xeyir olsun. Sənətin izində layihəsi ilə qarşınızdayıq. Bu layihə dəyərli sənətçilərimizi, görkəmli şəxsiyyətləri, istedadı olan bütün şəxslər üçün düşünürəm ki, geniş bir platform olacaq. Hər birinizi ürəkdən salamlayıram. Düşünürəm ki, yeni bir format və mənim kimi görmə məhdudiyyətli aparıcı, düşünürəm ki, çox maraqlı bir layihə, maraqlı bir proyekt olacaq. Cəmiyyətimizdə inklüzivliyə biz önəm vermişik və ona görə də bu layihələr mən düşünürəm ki, bugün biz dəyərli bir şəxsiyyətin, görkəmli əmək qəhrəmanımız Sevil Qaziyevanın abidəsinin önündəyik. Sevil Qaziyeva doğrudan da Azərbaycan tarixində mühüm bir rolu olub, pambıqçılıq sayəsində mühüm bir rolu olub. Onun bacısı Sevil Sona xanım Qaziyevadan biz bugün daha ətraflı onun haqqında məlumatlar alacağıq, maraqlı söhbətlərimiz olacaq, gözəl müsahibəmiz olacaq. Odur ki, bizi yaxından izləyin, irəliləyən dəqiqələrdə sizlərə maraqlı açıqlamalarımız olacaq. Bəli, hörmətli tamaşaçılar, mənim yanımda bayaq qeyd etdiyim kimi bizim dəyərli şəxsiyyət Sevil Qaziyevanın bacısı, sosialist əmək qəhrəmanı, əməkdar pambıq ustası, titullarını saymaqla bitməz Sona müəllimənin, Sona Qaziyevadır yanımda. Sona müəllimə, xoş gördük sizi. Necəsiz? Çox sağ olun Elnar müəllim. Mən sizin kimi gənclərlə fəxr edirəm və belə bir gözəl layihəni siz rayonumuza gətirmişsiniz. Elnar Musayev Zaxtaladır amma Bakıda çalışır, onun titulları da çoxdur. Və mənə gələndə deyəndə ki, birinci dəfə görürdüm ki, Sona müəllimə belə bir layihəmiz var Sevil Qaziyeva ilə əlaqədar. Həm onun abidəsinin yad olunması, həm sonra Əbulunun məzarının yad olunması məni elə bir ki, həyatda o qədər ruhlandırdı ki, hələ də bizim həyatımızda çox gözəl belə bir gənclərimiz var, gözəl layihələr. Bilirsiniz, bizim hər birimizin borcudur. Xüsusən də Sevil Qaziyeva kimi şəxsiyyətlərin xatirəsinin əbədiləşdirilməsi, yaşadılması bizim hər birimizin borcudur. Sevil Qaziyeva 1940-cı ildə Zaqatala rayonunda anadan olub və təhsilini harada alıb Sona müəllimə sizdən eşitmək istəyirik daha ətraflı. Təhsilini 10-cu sinifi Zaqatala rayonunun Danaçı kəndində 10-cu sinifi qurtardıqdan sonra Bakı şəhərinə getmiş və Bakı şəhərində orada deməli peşə məktəbində təhsilini alıb. Sonra orada oxuyarkən belə bir təşəbbüslə çıxış edib ki, Özbəkistanda Özbək qızı Tursunay Axınova. O zamanlar qadınlar heç biri yəni sükandan istifadə eləmirdi, maşından istifadə eləmirdi. Əl əməyindən istifadə edirlər əsasən təsərrüfat sahələrində. Sevil isə onun eşitdi bu təşəbbüsünü ki, o bir maşınla 100 adamın işini görür. 100 adamın işini görür. Ona görə də böyük bir ona görə də o vaxt gənclərin mərkəzi komitəsinə özü deməli bir neçə qrup yoldaşı ilə müraciət edirlər. Bizdə nə üçün belə bir qızlar olmasın? Biz nə üçün əl əməyini yüngülləşdirməyək? Və bu təşəbbüslə də bilirsiniz ki, Zaqatalada pambıqçılıq rayonu deyil. Onu göndərdilər, o vaxt Jdanov deyirlər, indi Beyləqan rayonu. Bəli. Orada işə başladı və orada ilk dəfə pambıqçılıq sahəsində fəaliyyət göstərdi. Həm sürücü mexanik kimi, həm pambıq sahəsi var idi, onun böyük 100 hektar sahəsi vardı, briqada üzvləri var idi. Və eyni zamanda Kənd Təsərrüfat İnstitutunda da təhsilini davam etdirirdi. Çox gözəl, çox gözəl. Sevil həm də yenilikçi idi, onun şəkilləri də var. Yenilikçi də o mənada ki, pambıqla o vaxtlar deməli özü bir cərgəli, xəbəsi 1,2 markalı maşınla pambıq yığırdısa, sonralar mən də onun dövründə 11 yaşındaydım, bacım evində, balacaydım. Evin ən balacası mən idim və o zamanda biz onun ixtirası ilə, onun Sevil məktəbi vardı, onun ixtirası ilə belə bir Daşkənddə maşınla, pamyığan maşınların istehsal edən zavoda o özünün ixtirasını vermişdi və sonradan 4 cərgəli belə bir maşın ixtira olmuş və pambıq sayəsində. 200 tona yaxın pambıq da səhv etmirəm. 200 tona yaxın pambıq yığırdı, bəzən də çox da olurdu. Baxın dostlar, dəyərli tamaşaçılar, mən çox üzr istəyirəm Sona müəllimə sizin sözünüzdə mən bu yerdə belə deyim davam eləyəsi oldum. Çünki baxın bu yaşda, səhv etmirəmsə 20 yaşında ixtira edib də, düzdürmü? Hə, 20 yaşdan sonra yəni bu 20 yaşında bu ixtira bilirsiniz böyük bir şeydir də. Yəni 20 yaşında gənc üçün 200 tona yaxın pambıq deməli yığımı üçün
mexanik maşın istehsal etmək bu böyük bir şeydir. Xüsusən də 1960-cı illər üçün də, o dövrlər üçün, hansı ki, onda texnologiyanın hələ çox inkişaf etmədiyi bir vaxt idi də. Yəni bu böyük bir əməkdir də. Yəni bunu qiymətləndirməmək düşünürəm ki, böyük bir elə insanlığa sığmayan bir şey olar. Doğrudan da əhsən. Yəni sonradan səhv etmirəmsə, Sona müəllimə, hətta Sevil Qaziyeva müəyyən deməli məqalələr, o cümlədən yazıları ilə də tanınır da. O barədə də istəyirəm ki, siz belə ətraflı məlumat verəsiniz. Sevil çox şair təbiətli qız idi. O hər tərəfli, yəni o həm ingiliscə, həm rusca bilirdi dilləri. Moskvada kürsülərdə, ali kürsülərdə, Özbəkistanda çıxış eləmişdi. Sevil elə bir ki, yaşamaq üçün gəlməmişdi. Özünün bir inşa materialında da mən onun sinif rəhbəri ilə uşaqlıq illərində görüşdüm bacıdan sonra. Dedi ki, Sevil mənim şagirdim olub. O yazmışdı ki, mən həyatda çox yaşamaq üçün gəlməmişəm. Mən həyatda bir iz buraxıb getmək üçün gəlmişəm. Bax bu həqiqətən iz qoyub getdi. Bəli, o işlədiyi dövrdə həm də Azərbaycan Seri Ali Sovetinin deputatı idi. Ölümdən sonra ona sosialist əməyə qəhrəmanı adı verildi. Yəni özü görə bilmədi. Çox ömrünün az illərində, amma böyük bir yüksəlişə ucaldı. Mən bir şey qeyd etmək istəyirəm ki, Sevilin həyatda inkişafında, sonradan onun ailə üzvü kimi mənim inkişafımda, həyatda iz qoymağımızda bizim Ulu Öndər Heydər Əliyevin böyük fəaliyyəti var. Yəni Ulu Öndər Heydər Əliyev hələ Komsomolun 28-ci qurultayında da mən çıxış edəndə sözünü demişdi və onun fikirləri də var. Sonradan fərqli fərmanlar, medallar, orderlər və çalışdım ki, bacıma layiq bacı kimi böyüyüm. Sizin haqqınızda biz ətraflı danışacağıq, deməli Sona müəllimə. Sizin haqqınızda söhbətlər çoxdur. Yəni əziz tamaşaçılar, çox hörmətli tamaşaçılar, Sona xanım, Sona müəllimə ensiklopediya adlandırıram mən bu insanı. Çünki onun haqqında o qədər zəngin təbiət, zəngin, belə deyim, irsə malik bir insandır ki bu. Yəni Sona müəllimə haqqında biz birazdan indi gedirik biz deməli Sevil Qaziyeva dəyərli şəxsiyyətin deməli məzarı üstünə gedəcəyik. Onun məzarını ziyarət edib orada da bir-iki xatirəsi haqqında danışacağıq. Amma Sona müəllimə də sizə deyim, yəni Sona müəllimənin də deməli həyat fəaliyyəti, yaradıcılığı, verdiyi əmək az deyil. İndi mən sizə onun haqqında daha ətraflı məlumat verəcəm və sizə onun ordenlərini, bizim ulu öndərimizin verdiyi qiymət haqqında danışacağım. İndi biz gedirik, deməli Sona müəllimə, gedirik Sevil xanımın qəbrini ziyarət etməyə. Bu arada Elnaz müəllim, çox üzr istəyirəm, sözünüzü kəsirəm. Mən xalqıma təşəkkür edirəm, ölkə başçısına təşəkkür edirəm. Rayonun rəhbərliyi də həqiqətən çox gözəl, yəni gənclərə, keçmişimizə qiymət verir belə insanlara. Ona görə də bu abidənin qorunub saxlanması yönündə görülən işlər və eyni zamanda bizim gələcək nəsillərə təbliğatımız mövzusunda aparılan sizin bu gözəl layihənizi mən ürəkdən dəstəkləyirəm və təşəkkür edirəm. Çox sağ olun, bizim borcumuzdur. Sevil xanım haqqında məlumatlar boldur. Təsəvvür edin, insan 22 illik ömründə elə bir tarix buraxıb gedib ki, yəni 22 il ömrə sığası bir şey, bəlkə də 100 il ömrə də sığası bir şey deyil, yəni bu. Çox böyük bir şeydir, yəni böyük bir fəaliyyətdir. Yəni bunu yüksək qiymətləndirmək bizim hər birimizin düşünürəm ki, bir gənc kimi, bir Azərbaycanlı kimi, qanımızda Azərbaycan qanı varsa, bunu biz qiymətləndirməliyik və bu bizim borcumuzdur. İndi isə gedirik Sona müəllimə sizinlə bərabər, deməli Sevil xanımın məzarı üstünə gedirik. Orada da bir neçə xatirələrindən danışarsınız bizlər üçün zəhmət olmasa. Sizə burada mən təşəkkür edirəm. Çox sağ olun. Çox sağ olun. O nə deməkdir? Bizim borcumuzdur. Siz elə bir ki, bu gözəl hərəkətlərinizlə gəncliyə bir nümunəsiz. 21-ci əsrin gəncliyinə bir nümunəsiz. Sizi ürəkdən təşəkkür edirəm və arzum budur ki, sizin davamçılarınız çox. Çox sağ olun. Sizin haqqınızda biz danışacağıq Sevil xanım.
Hörmətli izləyicilər, indi isə gəlmişik dəyərli şəxsiyyət Sevil Qaziyevanın məzarını ziyarət etməyə. Məzarın üstünə əklilər qoyacağıq və onun haqqında bir neçə xatirələr var ki, Sona xanım və orada Sevil adını daşıyan bir qohumumuz da var. Deməli, o da ona haqqında daha ətraflı məlumatlar verəcək sizin üçün. Odur ki, bizi izləməyə davam edin. Çox maraqlı açıqlamalar olacaq qarşıda. Sona müəllimə, çox gözəl xatirələrdən bəhs elədiniz bizlər üçün. Çox təşəkkür edirik. İndi isə Sona müəllimə evinə də qonaq gedəcəyik. Bizi dəvət edib qonaq. Və orada onun evi ensiklopediya adlandırıram, onun o yaradıcılığını. Sona müəllimə, çox sağ olun. Bəli. Orada sürprizlər gözləyir sizi, belə deyim, hörmətli tamaşaçılar. Sona müəllimə, çox sağ olun bu gözəl, geniş müsahibə üçün. İndi isə bunu... Sizə sağ olun deyirəm, oğlum, sizə. Siz mənə elə bir ki, Allah sizə ömür versin, onun torpağı sahib ömür versin sizə. Mənə elə bir Sevilin gəncliyini xatırlatdı. Siz nə qədər gözəl gəncsiniz, nə qədər gözəl insansınız. Sizdən bunları eşitmək mənim üçün çox böyük bir qürur verici hissdir. Nə deyim? Bu qürur verici hissdir. İndi isə hörmətli bizim dəyərli izləyicilərimiz, Sona xanımın qardaşı qızı, Sevil adının daşıyıcısı. Fəxr edirik ki, yəni bu cür adının daşıyıcısıdır. Özü də yəqin bundan fəxr edir. Və bu Sevil xanımın davamçısıdır özü də. İndi isə bura Sevil Qaziyevanı dəvət edirik. Qoy o da öz ürək sözlərini desin. Balaca Sevil. Bəli, Balaca Sevil adlandırır Sona müəllimə onu və ondan bir gözəl sözlər eşitmək, Sevil Qaziyeva haqqında məlumat almaq da bizim üçün çox xoş olar. Sevil xanım, sizi xoş gördük. Salamlayıram ürəkdən sizi. Mən ilk öncə istəyirəm siz özünüz haqqında məlumat verəsiniz bizə. Siz özünüz haqqında məlumat verin, sonra Sevil xanım haqqında da sizdən müəyyən suallarımız olacaq. Çox yaxşı. Mən Qaziyevlər ailəsinin, yəni böyük bir, necə deyim, estafetin təməlini qoyan sosialist əmələ qəhrəmanı Sevil Qaziyevanın qardaşı qızıyam. Bu ailənin ən kiçik nümayəndəsiyəm, yəni onun yolunun davamçısıyam. Nə bilim, sadə bir Azərbaycanlıyam. Çalışıram ki, bu ailə mənə ehtimad eləyib, Sevil xanımın adını mənə qoyublar. Mən də çox çalışıram ki, onun adına layiq olum. Hər hərəkətimdə, hər bir hərəkətimdə, adım atanda fikirləşirəm ki, mən məhz onun adını daşıyıram. Bibinin adını daşıyıram. Bibinin adını daşıyıram, bəli. Ona görə böyük bir məsuliyyət də həqiqətən düşür üzərimə. Belə, yəni ki... Siz Sevil xanımın adını daşımaq sizin üçün necə bir hissdir? Bax, onu bilmək istəyirəm. Necə? Bayaq qeyd elədim. Çox məsuliyyətli bir hissdir, həqiqətən. Çünki hər şeydən əvvəl fikirləşirəm ki, yəni onun adını mən daşıyıramsa, bir növ onu yaşadıram. Ona görə çalışıram ki, adımlarını doğru atım. Fikirləşirəm ki, mən belə fikirləşirdim, rəhmətlik bir gün belə fikirləşə bilərdimi? Mən o mənim kimi hərəkət eləyərdimi? Və həqiqətən çox böyük bir məsuliyyət daşıyıram. Həm də çox böyük bir fəxr hissi. Və ona da layiq olmuş o məsuliyyəti. Fəxr hissi keçirirəm ki, məhz belə bir insana adını daşıyıram və hər yerdə də böyük hörmət var birinə. Ona görə də mənə də hörmət edirlər, deyirlər, hər yerdə deyirlər ki, kiçik Sevil gəlir. Bu da böyük bir, elə bir ki, sevinc yaradır mənə. Fəxarət hissidir də, insana bəli, verilən fəxr hissidir. Bəli. Çox sağ olun bu gözəl sözləriniz üçün. Bəli, Sevil Qaziyevanın xatirəsi daim hər birimizin qəlbində yaşamalıdır. Nəsildən nəsilə ötürməliyik. Elmdə, mədəniyyətdə, kənd təsərrüfatında bu insanın xüsusi, danılmaz əməyi var və onu da yaşatmaq, nəsildən nəsilə ötürmək, həm pedaqoqların, müəllimlərin yəni nəzərdə tuturam, o cümlədən ümumiyyətlə, sahəsindən, irsindən asılı olmayaraq hər bir kəs düşünürəm ki, Sevil Qaziyevanın adını yaşatmalıdır, əbədi qorumalıdır. Çünki bizim Sevil Qaziyeva kimi neçə bizim qəhrəmanlarımız var, neçə vətəninə görə canından keçən insanlar var. Allah şəhidlərimizə rəhmət eləsin. Bilirsiniz, bizim şəhidlərimiz də öz qanından keçib, canından keçib. Vətən yolunda özlərini fəda eləyiblər, canlarını fəda eləyiblər. Sevil Qaziyeva da bu yolda özünü qurban edib ki, hansı ki, baxın, bu pambıqçılıq sahəsi
çox çətin bir sahədir. Əmək Yəni o dövr üçün xüsusən də düz deyilmi? Bəli. Sona müəllimə. O dövr üçün xüsusən indiki dövrdə müasir texnologiyalar var, texnikalar var. Amma o dövrdə siz təsəvvür edin ki, 60-cı illəri nəzərdə tuturuqsa əgər 60-cı illər o dövr üçün çətin dönəmlər Qız idi, maşın səhv sürür, etmirəmsə. qız Bəli. Bir dənə şeydə qeyd eləyək ki, Zaqatala kimi tamamen başqa bir təbiəti olan bir rayonlar. Bəli. Gedəsən pambıqçılıq rayonuna, tamamen başqa bir mühitə düşəsən və orada kişi kimi, yəni ki, Kişi əməyidir də birbaşa, bəli. Qeyrətlə. böyük bir hərəkatın Çox gözəl bir. Biz bunları yaşatmalıyıq. Hətta bu işlədiyi vaxtı mən də orada davamçısı olmuşam, 7 il işləmişəm. Orada onun işçiləri, iş yoldaşları mənə danışırdılar ki, Sevil, ilk dəfə Sevil gələndə onun briqadasında hər elə bir ki, kişilər həyat yoldaşlarını qoymaq istəmirdilər işləməyə. Çünki bəli, o dövrdə etimat eləmirdilər. yanaşma tərzi başqa cür oldu. Tamamen başqa cür idi. Sevil bir növ Cəfər Cabbarlının necə o Sevil əsəri var idi, çadranı çıxartdı. Sevil də elə bil ki, qadınlarda özlərinə inam hissi. Bəli, işləmək hissini yaratdı. Aşıladı. Zəhmətkeşlik hissini aşıladı. Kişi ilə bərabər, düzdür, kişi ilə eyni ola bilməz. Amma onunla çiyin-çiyinə qadın da elə bil ki, irəliyə bilər, fəaliyyət eləyə bilər. Çox sağ olun. Təşəkkür edirik sizin hər ikinizə. Çox sağ olun. Sona müəllimə, çox sağ olun. Sizə sağ də olun, təşəkkür siz sağ düşür. Bəli, Sevil Qaziyevanı. Mən bir məqamı qeyd etmək istəyirəm. Hörmətli bizi izləyənlər, Sona müəlliməni mən tanıdım və mən onun haqqında sizə daha ətraflı məlumat verəcəm. Sona müəllimə deyir ki, mən sizə təşəkkür edirəm. Mən amma demək istəyirəm ki, bizə təşəkkür yox. Bu bizim borcumuzdur bir növ ki, biz gənclər bunu etməliyik. Biz düşünürəm ki, bu kimi addımlarla digərlərinə nümunə olmalıyıq ki, gələcək nəsillərimiz bundan faydalansınlar və Sevil Qaziyeva kimi bizim şəxsiyyətlərimiz daim yaşayacaq, daim belə deyim, onların xatirəsi qəlbimizdə əbədi olacaq. Ona görə sizə təşəkkür edirik. İndi isə hörmətli izləyicilər, bizi izləyirsiniz. Gedirik canlı nümunələrin şahidi olmağa. Sizlər üçün daha ətraflı, belə deyim, məlumatlar verəcəyik. Daha ətraflı görüntülər təqdim edəcəyik. Çox sağ olun. Siz sağ olun. Vətəni sevməyən insan olmaz. Olsa da o şəxsə vicdan olmaz. Ay aman, yar ay aman ey. Sən məni Çox hörmətli izləyicilər, biz gəldik artıq bizim dəyərli əmək qəhrəmanımız, dəyərli sosialist əmək qəhrəmanı, bizim millət vəkili, belə deyim də, böyük bir şəxsiyyət Sevil Qaziyevanın bacısı Yeli Sona müəllimə bizim üçün çox gözəl burada bir ziyafət təşkil eləmişdi. Sona müəllimə çox sağ olun. Əliniz qolunuz var olsun. Çox gözəl təyyamlar hazırlamışdılar. Çox sağ olun. Təşəkkür edirik. Əslində mənim qızım, qardaşımın qızı Sevil işte bizə. Bəli, çox sağ olsun Sevil xanım da. Sevil xanımla siz tanış olacaqsınız. İnşallah yenə də söhbətlərimiz olacaq. Bayaq müsahibə vermişdi. İnşallah qarşıda gözəl işlər, layihələr, proyektlər olacaq. Beləliklə dostlar, deməli Sona müəllimə sizə belə bir sual verəcəm. Deməli sizin haqqınızda ulu öndərimiz Heydər Əliyev həm qəzetdə məqalə yazıb, həm də çox gözəl sizin əməyinizi qiymətləndirib. Bir dənə onun haqqında zəhmət olmasa bu gözəl məqam haqqında bir söhbət açaq sizinlə. Çox sağ olun Elmar müəllim. Mən borcumdur. Əvvəla mən sizi dəyərləndirirəm. Elimizin, obamızın, xalqımızın belə dəyərli gənclərinə mən həmişə fəxr edirəm. Sizin kimi insanlarla fəxr edirəm. Söhbət ondan gedir ki, Sevili yaşatmaq, Sevilin gələcəyini yaşatmaq siz gənclərin əlindədir və bugün də siz buna nail olmuşsunuz. Əslində mən əvvəllər sizi tanımırdım. Siz özünüz gəldiniz, təşəbbüs göstərdiniz və buna görə sizlərə təşəkkür edirik, sizin rəhbərliyinizə təşəkkür edirik. Ən əsası isə sizin ananıza, atanıza, elinizə, obanıza təşəkkür edirik. Çox sağ olun. Mən özüm haqqında qısa məlumat vermək istəyirəm ki, 68-ci ildə mən
Zaqatala şəhər bilimləri orta məktəbinin 10-cu ilini qurtarıb Azərbaycan Pedaqoji İnstitutunun Dil Ədəbiyyat Fakültəsinə daxil oldum və 69-cu ildə möhtərəm bizim ulu öndərimiz Heydər Əliyev o vaxt 69-cu ildə iyun plenumunda Mərkəzi Komitənin birinci katibi seçilmişdi və orada seçildikdən sonra o vaxtlar demişdi ki, Sevilin bildiyim qədər balaca bacısı var, Sona Qaziyeva. O bacısının cənazəsi üstündə söz vermişdi ki, bacı, mən sənin yarımçıq qalmış arzularını yerinə yetirəcəm. Həqiqətən də belə idi. Komsomolun 28-ci qurultayı keçirilirdi və məni də qurultaya nümayəndə seçmişdilər. Mən o illərdən qalan belə bir deməli, çox köhnə də olsa qəzeti saxlamışam. Dəyərli qəzetdir bu da. Orada Heydər Əliyev, bizim dəyərli ulu öndərimiz, o qəzetdə sizin... Bəli, sizin Respublika Komsomolunun mübariz vəzifələri Heydər Əliyev yoldaşı nitqinlər. Orada mən qurultayda çıxış elədim, 28-ci qurultay gedirdi və qurultayda belə bir fikir söyləmişdi ulu öndərimiz ki, deməli, halbuki bizdə bir çox mahir usta vardır ki, bütün kənd əməkçiləri onlarla ayaqlaşmağa çalışmalıdırlar. Qurultayda çıxış edən Sona Qaziyeva pamyığan maşının sürücü mexaniki kimi çətin bir işin öhdəsindən layiqincə gəlmişdir. Onun əməyi Ümidvaq Lenin Komsomolunun mükafatı ilə dəyərləndirilmişdir. Maşınla pamıq yığımında rekord demək olur. Məncə çox gözəl bir, belə deyim, bizim ulu öndərimiz bilirsiniz də, əmək sahəsində, ümumiyyətlə də belə kənd təsərrüfatı sahəsində əməyi keçən, mədəniyyət sahəsində əməyi keçən, səhiyyədə, ümumiyyətlə bütün sahələrdə əməyi keçən bütün vətəndaşlara çox yüksək qiymət verib və onun verdiyi qiymət danılmazdır. Mən bir faktı da qeyd eləmək istəyirəm ki, hörmətli bizim izləyicilərimiz, Sona müəllimə Qaziyeva əməkdar pambıqçıdır. Bu haqda istəyirəm biraz danışaq. Pambıq ustası. Bəli, əməkdar pambıq ustası. Əməkdar pambıq ustası sizə bu adı hansı bizim ulu öndərimiz verib, yoxsa cənab prezident? Onun dövründə, mənim əmək fəaliyyətim onun dövrünə düşüb. Biraz ondan danışaq, gəlin. Deməli, maşınla pambıq yığımında göstəricilərinə görə mənə ulu öndərimiz. Mən əvvəla gəlmək istəyirəm, qayıtmaq istəyirəm əvvəla. Məktəbi qutarandan sonra mən qardaşım İbrahimlə bir yerdə institut deməli, özlərici qiyabi keçirdilər məni və qardaşım İbrahimlə birlikdə biz Bərdə 5 nömrəli Texniki Peşə Məktəbinin Mexanizasiya Fakültəsinə getdik. Orada işimizi davam elətdirməyə başladıq. Və ondan sonra Beyləqan rayonu həmin bacı işləyən sahəyə, 100 hektar sahəyə biz oraya getdik və qardaş bacı orada işləməyə başladı. Bu ailə davabçılığı idi. Burada indi yanımda mənim qardaşımın qızı Sevil də əyləşibdir. Sonradan dünyaya gələn qızımız, anam ona adını verdi, Sevil adını və bu sahədə bu da o işi davam etdirməyə başladı. Bilirsinizmi, mən peşman deyiləm həyatda nə qazanmışamsa, ölkə rəhbərinin bilavasitə Heydər Əliyevin qayğısı, böyüklüyü, ulu öndərin gənclərə olan böyük hörməti, qayğısı sayəsində görmüş insanlardan biri kimi, o dövrün gənclərindən biri kimi gün də fəxr edirəm ki, bax, bu sənədləri qoymuşam, hər gün onlar mənim stolumu... Deməli, bunlar haqqında mən istəyərdim, siz məlumat verərsiniz bu sənədlər haqqında. Deməli, əvvəla bu haqqında mən demək istəyirəm ki, Kənd Təsərrüfat Nazirliyinin onlardan muzeyi var, Kənd Təsərrüfat Nazirliyi muzeyi. Oranın da direktoru Natiq müəllimə təşəkkür edirəm. Qısa ömrün parlaq səhifəsi belə bir kitabdır. Mənim də iştirakımla burada həm Sevil haqqında, həm mənim haqqımda, həm qardaşım, evladı haqqında bütün burada materialları verib. Nə vaxt, harada, kimlə görüşmüşük. Sevil, mən bacım da deyə demirəm. Mənim bacım uşaq idim mən onda, çox balaca idim. Yaşım 11 yaşım mən ondan balacayam. Amma Sevil o qədər diqqətli idi ki, hətta mən o qədər ağır işin içərisində məktəbdən gələndə dərslərimlə də özü məşğul olurdu. O, Kənd Təsərrüfat İnstitutunda oxuyurdu Gəncədə. Kənd Təsərrüfat, açıq ediklərdə o vaxt. 3-cü kurs tələbəsi idi və mənim riyaziyyat dərslərim demək olar ki, o eləyirdi. Köməkli eləyirdi bacı mənə. O qədər diqqətli idi. Olsa mən eləyirdim onlara, amma deyirdi, gətir görüm dərslərini, necə oxuyursan sən? Yəni, hər şey diqqət edirdi. Anama da, atama da, məndən böyük bacıma da, qardaşım İbrahimə də,
Qardaşım İbrahim də Narfaminskada xidmət edirdi böyüyəndə. Qardaşım İbrahim ondan 2 yaş balacadır. Özü aparıb qoymuşdu Moskvada gedəndə qurultaya, onu yerləşdirmişdi özü həmin hərbi hissəyə. Yəni dediyim odur ki, çox diqqətli olurdu hər şeyə. Həyatınızda çətin anlar çox olub, Sona müəllimə? Həyatımın ən çətin anlarından biri bacımın həyatının Sevil Qaziyevanın faciəvi şəkildə həyatını həyatının dəyişməsi. Gəl biraz ondan danışmaq mən istəyərdim ki, biraz ondan danışmaq istəyənə çox kövrəlirsiniz, bəli, çox pis olursunuz. Həm fəxr edirəm ki, elə qızın bacısıyam, amma həmin günü, ölən günü, öləcək günü də o vampel verdilər, keçici bayraq verdilər. Onun sahibi var idi orada 2 mərtəbəli. Orada anama dedi ki, işdən gəlmişdi. Ana, özünün Moskviç maşını vardı. Doldur qab-qaşığı da doldur arxa tərəfə, yəni bagaja doldur gedirik bizə. Yüksək rütbəli şəxs mənə gəlib keçici qırmızı bayraq verəcək. Anamla mən getdik. Mən də ki, evin balacası kimi həmişə onların yanındaydım da. Cırtdan kimi, o hara getsəm mən də ondan. Və getdik ora. Tədbir qutardı, sonra bacı yenə maşınla pamir yığımını davam etdirdi. Ondan sonra da faciəni eşitmişsiniz, daha gerisini demək istəmirəm. Çox ağır bir faciə şahidi olduq. Anam da, mən də sahənin bu başında, o başında da bacının maşınının susmuş vəziyyətdə. Bəli, dostlar, Sevil Qaziyeva, yəni bizim tarixçimiz. Və onun başına gələn Allah heç bir ananın, evladının başına gətirməsin. Amin. Anam nə çəkdi? Mən də anamla bərabər nə çəkdim, ailə nə çəkdi, mən bilirəm də, onu deyə bilmərəm. Amma gəl biz nostalji hisslərə yedik. Allah rəhmət eləsin. Mən düşünürəm ki, biz bu cür deməli məqamlarda heç bir zaman bizim dəyərli şəxsiyyətləri, dəyərli əmək qəhrəmanlarını unutmamalıyıq düşünürəm ki, onların da misilsiz, əvəzsiz rolu var bu inkişaf sahəsində, yəni o dövrlər üçün mən bayaq da qeyd etdim ki, xüsusən də bu 1968-70-ci illərdə bu pambıq yığımı məsələləri, ümumiyyətlə tək o sahədən söhbət getmir. Ümumiyyətlə bütün sahələrdə biraz gerilik vardı, çətinlik idi və belə bir gəncin bu cür rekord bir tapıntısı, ixtirası düşünürəm ki, böyük bir cəmiyyətdə rezonans doğurdu və bütün belə yəni pambıq yığımı ilə məşğul olanlar üçün işini daha da asanlaşdırdı. Bir şey deyim, mən müdaxilə edirəm sözünüzə, üzr istəyirəm. Sevil o vaxtlar 60-cı illərdə, hətta 50-ci illərin sonu, 60-cı illərin əvvəlində qız uşağının texnikayla işləməsi çox çətin idi. Qız nədir, maşın nədir, sükan nədir? Bax, belə bir ifadələr var idi. Amma bütün bacım bu bariyerləri yardı və dedi ki, biz də işləyə bilərik, biz qadınlar da işləyə bilərik və ona görə də Özbəkistanda belə bir qadın vardı o vaxtlar. Sonradan mən görüşdüm onunla da Tursun Yaxınovada. Mən işlədiyim dövrdə də olmuşdu. Özbəkistanda da onunla görüşdük. Ailə üzvlərimizlə görüşdük. O belə bir ifadə işlədi ki, niyə Özbəkistanda bir qadın pamira maşınla 100 axı o vaxtı pambığı əllə yığırdılar əksəriyyətə. 100 dənə qadının işini görür, bir dənə maşına. Niyə bizdə Azərbaycanda görməsin bu? Və o təşəbbüslə də Bacı Komsomol Mərkəzi Komitəsinə müraciət edib öz dövründə və onunla bərabər də onun padruqaları olub, Solmaz Qəmbərova, Dilafruz Ocaqquliyev, bunlar bir yerdə gediblər. Binədə pamyığan maşınların mexanizasiya kursunu qutarıblar və ondan sonra da siz bilirsiniz, Zaqatalada pamırçılıq inkişaf eləməyibdi, amma Beyləqan rayonu, o vaxt Jdanov rayonunda. Həm də onlar üçün açılmışdı da, qızlar üçün sürücü, mexaniklik kursu məhz onlar üçün açılmışdı. Birinci dəfə onlar yəni buna yiyələndir. Bəli, böyük bir bu tövhədir. Biraz da mən istəyirəm Sona müəllimə sizin fəaliyyətiniz haqqında daha geniş danışaq. Mən ona qədər İmam müəllim, bir dəqiqə üzr istəyirəm. Bu bizim yanında oturan qızımız, bizim qardaşımın qızıdır, bacımın da adını daşıyır. Yəni nəslimizin əziz balasıdır. Mən bir balaca demək istəyirəm ki, bizim ailə Sevildən sonra qardaşım, mən və ondan sonra yenə qardaşım atası ilə. Bu ailə dinastiyası deyirlər də, ailə ardıcılığı. Bu belə gedib bizdə. Yəni burada Sevil elə iz qoydu ki, bizim ailə ardıcıl olaraq qardaş, bacı və eyni zamanda hətta qardaşımın balası nəvə deyək də, anamın, atamın nəvəsi. Biz də bunlarla məşğul olmuşuq. Amma bir şey deyim ki, mənim həyatımda, əgər soruşursunuz ki, mənim həyatımda
Mənim həyatım da çox keşməkeşli olub. Yəni çətinlik anları. Unudulmaz günlərdən birini danışın. Unudulmaz anlar çox mu olub Unudulmaz həyatda? anlardan birini bir dəfə mən özü maşınla gedirdi, uşaq idim. Gördüm ki, Pambiya maşınla böyük bir sahəsi vardı, 100 hektar sahəsi vardı. Və həmişə də mən dərsdən gəlib qaçırdım, onunla gedirdim. Maşının içinə qoyurdu, aparırdı, mənim özü ilə aparırdı. Bir də gördüm ki, sahədən gəlir, dedim ki, düşdü aşağı deyirəm, mil düzünü seyr edirsən, Amil qızı, Dəmir Polad adınla sən mil düzünü seyr edirsən. Qayıt dedi ki, bu şeir kimindir, sən bunu harada deyirəm, baş Saitov eləmişəm. Sən mənə dedin bu söz, deyirəm ha, Dəmir Polad adınla sən mil düzünü seyr edirsən, Amil qızı. Sonra sonraki illərdə var mənim özümdə, şeirlərim də var, sözlərim də var. Mən istərdim birazca mənim qardaşımın qızı da danışsın, sonra mən davam elətdirəm. Olar mı? Danışsın, bəli, istəyərdik ki, onda bir gözəl, belə deyim də, xatirələrindən bir neçəsini eşidək, hansı ki, düşünürəm ki, çox önəmli fikirlər olacaq. Dəyərli Sona xanım danışdı onun haqqında. Onun ölümündən 7 il sonra mən dünyaya gəlmişəm, mən birbirimi görməmişəm. Və elə qismət olub ki, onun adını mənə qoyublar və o ad da mənə elə bir ki, ömür yolunu, həyat yolunu yönləndirməyə yardımcı olur. Təbii ki, uşaqlıqdan arzum oldu sürücü mexanizator olmağa. Elə oldu ki, 1986-cı ildə, 85-ci ildə bibimi Beyləqan rayonu, o vaxt Janov rayonuydu. Rayon Partiya Komitəsinə katib vəzifəsinə təyin edildilər. Və biz də ailə... Sona müəlliməni. Bəli, Sona müəllimə orada 3-cü katib, sonra 2-ci katib vəzifəsinə keçdi. Ora işləməyə gedəndə artıq mən də 8-ci sinifdə oxuyurdum. Təbii ki, mən də getdim, ailəmizlə, atam, anam, qardaşım. 2 ailə bir yerdə getdik və ilk dəfə 1986-cı ildə mən 8-ci sinifdə oxuyanda pamıq yığmağa başladım. Çox çətin idi. Atası ilə bir yerdə, briqadirdə atası idi. Çox məsuliyyətli iş idi və ilk dəfə pamıq yığan maşının arxasına keçəndə onda Rayon Partiya Komitəsinin birinci katibi Əsədov idi, Məhəmməd general, hansı ki, vertolyot hadisələrində şəhid oldu da, 20 noyabr hadisələrində. Çox görkəmli insan idi. Gəldi və mənə dedi ki, Sevil, sən bilirsən mi, böyük bir məsuliyyətin altına girirsən. Yəni ki, sənin həyatın ildən sonra çox çətin olacaq. Dedim ki, nəyə görə? Dedi ki, sən onun adını daşıyırsan. Yəni ki, hər addımda sən elə eləməlisən ki, onun başını uca eləməlisən və o söz elə ki, qulağıma sırğı oldu. Mən bibim onun haqqında, əmək fəaliyyəti haqqında danışdım. Mən də danışmaq istəyirəm, onun iş yoldaşları, elə bil ki, onunla işləyən insanlar... Sevil Qaziyevadan söhbət gedir, hörmətli tamaşaçılar. Bibimlə işləyən insanlar sonradan mənim atamın briqadasında, bizim briqadamızda bizlə bir yerdə də işləyiblər və onun insanlığı haqqında danışırlar. Deməli, bu bibim mənim çox, təbii ki, yaxşı işləyirdi, planı yerinə yetirirdi və yaxşı maaş alırdı. Oradan yetim uşaqlar var idi, Tofiq adında mənim yadıma gəlir. Kimsəsiz, bəli, kimsəsiz. O danışırdı ki, Sevil bacı bizə hətta paltarlarımızı, yeməyimizi alırdı və ilk dəfə ona Azərbaycanda avtomobili də idarə eləmişdi və ona Moskviç maşını hədiyyə olmuşdu. O uşaqları gəlirdi safhozda, körpə uşaqları doldururdu maşının içinə. Deyir, belə üzümüz, zadımız palçıqlıydı, amma deyir, öpürdü özümüzdən, bizi gəzdirirdi. O vaxtı maşının içinə minmək hər uşağa qismət olmurdu. Bəli. Yəni, onları gəzdirirdi, o qədər sadə, o qədər, nə deyim valla? Mehriban, gözəl. Bilirsiniz, elə insanlar var, həyata bir misiya üçün gəlirlər. O misiya üçün gəlmişdi ki, o arxasınca minlərlə qızı o apardı. Yəni ki, minlərlə gənc qızlarımız bizim sürücü mexaniklik peşəsinə yiyələndilər. Onun ardıcıları çox oldu. Tərlan Musayeva var idi, çox məşhur idi. Çox insanların adını çəkmək olar. Yəni ki, Sevil, nə deyim sizə, 23 il ömür yaşadı, amma çox mənalı, çox gözəl. Çox mərd qadın olub, çox mərd, kişi cüssəli bir insan olub. Həqiqətən çox sağ olun ki, onun da belə xatirəsini siz yad edirsiniz, yaşadırsınız.
Sağ olun. Sonra bölümdə cənab prezident İlham Əliyev nə demişdi sizə? Mən istəyirəm biraz da onun haqqında danışaq. Bir maraqlı bir fikir olmuşdu Mən sizin haqqınızda. çox gözəl bir insanla qarşılaşdım. Əvvəla mən Zaqatala rayonunun rəhbərliyinə, Mübariz müəllimə də təşəkkür edirəm ki, bir neçə fəxr fərmanları da mənim fəaliyyətimə, ondan əvvəlki illərdə də burada görürsünüz stolun üstündə nə qədər diplomlar var. Saysız hesabsız. Diplomlarım var mənim, fəxr fərmanlarım var, ordenlərim var, şərəf nişanı ordeni, şərəf nişanı medalı və işlədiyim, hal-hazırda işlədiyim sahənin də Respublika Həmkarlar İttifaqı Konfederasiyasının Həmkarlar İttifaqı Konfederasiyasının özünün də təltifləri var. Cürbəcür, yəni fəxr fərmanlar çoxdur. Yəni bunları mən bir-bir saymaq istəmirəm. Çünki bunlar mənim həyatımın ən əsas göstəriciləridir və onlardan da ən əsas göstəricisi bax bu qəzetdə Ulu Öndər tərəfindən hələ 18 yaşında mənim əməyimə verilən böyük qiymətdir və o qurultaydan sonra çıxıb məni Özbəkistana göndərdi və orada Daşkənddə də böyük bir məclisdə 2000 nəfərlik məclis idi. Orada Sevil demin siz deyin ki, orada bir xatirə yaşayacağım İlham müəllim. Mən çıxış elədim rus dilində. Tribunada mən çıxış eləndə gördüm arxa tərəfdən bir qadın məni belə sıxdı. Dedi ki, mən sənin apan Tursunay Axınova, sənin bacının apan dedi və apa olanda bacı deməkdir. Öpdü və ağladı. Bütün zal ayağa durdu. Oy Sevil deyə. Hamı görüşdü, ağladı və eyni zamanda ağlayırdılar, əl çaldılar. Sonra bizi deməli çağırdılar, hansı ki respublikalardan gələn o göndərilmiş insanları bizə bir yemək stolu açdılar. Özbəkistan Komünist Partiyası Mərkəzi Komitəsinin rəhbərliyi tərəfindən Şərəf Rəşidov onda birinci katibidir, Heydər Əliyev də Azərbaycanda birinci katibidir. Və mən orada əyləşmişdim, Nəsrəddinova Ali Sovetinin sədri idi, onun arxa tərəfində belə oturmuşam və qayıtdık rus dilinə dedi ki, вот эта девчонка, кто она такая? Balaca qız kimdir burada? Orada böyük adamlar oturub əyləşiblər. Dedilər ki, bilirsinizmi, bu Sevil Qaziyeva, oy, naş Sevil. Və qalxdılar, ona ruhuna bayda qaldırdılar. Sevili Özbəkistanda da belə çox istəyirdilər. İnanın mənə. Mən özüm məhtər qaldım, dedim ki, bacı. Sonra Moskvaya mən gedəndə, Mərkəzi Komitəyə gedəndə, Mütləq Komsomol Mərkəzi Komitəsinə əlimdən tutub bütün o vaxtlar səfirliklər var idi də. Deyək ki, Azərbaycan, deyək ki, Özbəkistan, Qırğızstan, Qazaxıstan, Belarusiya bir-bir nümayəndə səfirlik demək, nümayəndəlikləri var Respublikanın. Dedi, это наш Sevil Qaziyeva sestra, Sevil Qaziyevanın bacısı. Yəni dediyim odur ki, mən bacımın şöhrətinin sayəsində yüksəldim. Mənim qardaşım da, bacımın qardaşımın Çox gözəl, çox əla. Və bu məqamda yüksəldilməsi də özü yox olsa da, ruhu elə bir bizi hər an dəstəkləyirdi, hər an tuturdu. Sevilin bir xasiyyəti vardı. Həmişə Moskvaya gedib gələndə bütün briqada üzvlərinə paltar alırdı. Kimi yoxsuldu, imkansızdı, balasına, özünə. Anam deyirdi, ay qızım Sevil, bəs bizə nə gətirmişsən? Ana, sizə də özümü gətirmişəm də deyirdi. Hamı bu qədər istəyirdi o insanları. İnsanlar da onu çox istəyirdilər. Sadə adamlar lap çox istəyirdilər bacım. Çox sağ olun dostlar. Bu verilişimizin sonuna gəlib çatırıq artıq. Mən sizə təşəkkür edirəm bu gözəl geniş müsahibəyə görə. Mən istəyirəm cənab prezident haqqında da siz fikirlərinizi bildirəsiniz sonda. Sonda yenə də deyirəm, Respublika bizim prezidentimiz, qalib xalqımızın qalib prezidenti İlham Əliyev cənablarına, onun xanımına. Bəli, cənab prezidentimiz sizə yüksək qiymət verir. Təşəkkür edirəm. Prezident o qədər sadə insandır. Mən onun bir açıqlamasını deyim, onun sadəliyini öz gözlərimlə görmüşəm mən onu. Bizdə burada Heydər Əliyev haqqında görüş oldu. Rayon İctimaiyyəti adından mənə söz verdilər. Yəni bu da mənə böyük etimad idi rayon rəhbərliyi tərəfindən. Mübariz müəllim sağ olsun. Və prezident qarşısına çıxış elədik, qutardıqdan sonra mən dedim ki, ilahi nə yaxşı çaşmadım, eləmədim, amma yaxşıca qutardım və arxada dayandım, hamı da onu yola salır və əlbəttə ki, onun yanında olanlar. Arxadan kimsə dedi ki, ay hörmətli prezident deyə, nəsə kimsə qadın çalışırdı, danışırdı. Prezident belə baxdı arxaya, bir baxdı, sonra iki adamın içərisindən bir də gəldi mənə əllə görüşdü. Dedim, prezident bir də gəldi mənə əllə görüşdü. Bilirsiniz nədir? Bu nə deməkdir? Bu o deməkdir ki, səni o qədər insanları, sadə insanları sevmək, onlarla ucalmaq, bax bu hər adama, hər bir rəhbər işçisinə nəsib olmur. Biz onun sonuncu məqamında
Mənim həyat yoldaşım da 1-ci Qarabağ müharibəsi qazisi olub, 10 il müharibədə çalışıb, 10 il müharibədə axırıncı iş yeri Ağdamda polis mayoru işləyib və o bura gələndən sonra burada dünyasını dəyişdi qazi kimi. Bir söz demiş ki, mən 1-ci Qarabağ müharibəsində biz qələbə çala bilmədik, amma vaxt gələcək ki, biz qələbə qazanacağıq. Və oğlu Bəhruza dedi ki, nə vaxt qələbə çalsa, ataya gəlib, dünyamı dəyişsəm də mənə göz aydınlıq verəsin. Mən bunu deməliyəm. Bizim cənab prezident elan edəndə Ağdam məscidinin qarşısında çıxış etdi ki, bəs mən atamın vəsiyyətini yerinə yetirdim. 3 dəfə Məkkədə olub o insan. Və o qədər sevinclə danışdı ki, Ağdam, Şuşa alındı deyəndə, çünki Şuşanın, Ağdamın şəkilləri Füzuli, Zəngilan, Qubadlında hamısında olubdu. O sözü deyəndə gecə idi də bu, gün qaralmışdı. Bir də gördüm, Bəhruz oğlum yanımda yoxdur. Harada Sabir? Onun hıçqırıq səsini eşitdim. Ata, ana, mən məzarlıqdayım. Ataya göz aydınlıq verməyə gəlmişəm. Atamın mənə elədiyi vəsiyyəti yerinə yetirdim. Ata, sizin ala bilmədiyiniz torpaqları bugün aldılar. Şəhidlərinizin ruhu qarşısında baş əyirəm. Hörmətli prezidentimizə çox-çox təşəkkürlər edirik. Allah can sağlığı versin, onu da ailəsinə. Çox sağ olun, çox sağ olun. Müəllimə, gəlin biraz bu fəxri fərmanlar, bu ordenlər almışsınız. Bunlar haqqında bizə məlumat verin. Orden 14 dekabr 1972-ci ildə Znak Paçotu belə bir fəxr ordenim var mənim. O vaxtı verilib 72-ci ildə Şərəf Nişanı ordeni. Babamın sənədidir. Sonra Şərəf Nişanı medalı. Bunu kim verib sizə? Bunu mənə o vaxtda Sovet dövründə Heydər Əliyev dövründə bunu almışam. Sonra Azərbaycan Respublikası Pamuk ustası adını almışam. Azərbaycan SSR Maşallah Pamuk yığımı ustası. Bunu da Heydər Əliyev verib. Heydər Əliyev verib. Sonra 2000, indi qram ayrı-ayrı burada deyəcəm mən hansı fəxri fərmanlar və sonra 2011-ci ildə oktyabr ayında 1775 nömrəli sərəncam ilə Azərbaycan Respublikası medalının vəsiqəsi var. Tərəqqi medalı. Bunda cənab prezident İlham Əliyev verib. İlham Əliyev verib. Bunu İlham Əliyev veribdi bunu. Və bundan başqa fəxri fərmanları da deyirsinizsə, maşallah. Burada çoxdur, maşallah. Fəxri fərmanlarınız çoxdur. Sona müəllimə bilirsiniz də dostlar, bir ikinci katib işləyib. Beyləqanda, müəllimə? Biz deyirəm, değil mi? Beyləqanda ikinci katib kimi çalışıb. Yəni fəaliyyət sahəsi çox geniş olub Sona müəllimənin. Mənim işlədiyim dövrdə, təsərrüfatda işlədiyim dövrdə. Bu nədir bəs mənim qarşımda olan bir dənə? O Sevilin. Bu Sevil Qaziyevanın, bir dənə bunun haqqında zəhmət olmasa məlumat verək, sonra bir dənə olar mı? Sevil Qaziyeva, bax, Zakatala rayonu 3 Sala kəndində anadan olub. 3 Sala kəndində anadan olub. Və eyni zamanda bizim kənddə 7-lik məktəb olub o vaxtı. 10-cu sinif qutarıb Danaçı orta məktəbdə. Yaxında bir Danaçı kəndi vardı, Qaraçı deyirlər, o tərəfə keçirsən. Orada qutarıb. Bu da Sevil Qaziyevanın. Sevil Qaziyevanın anası. Ana xanım anamdır bu mənim, anamdır. Anamın şəkli var. Sonra bunun çoxdur bacının. Çox gözəl. Sevil Qaziyevanın bunlar hər biri fəaliyyət sahəsində. Hər biri fəaliyyətində əsas olunan şey. Sonra qısa ömrün parlaq səhifəsi bütün bacının həyatına həsr olunmuş Kənd Təsərrüfatı Nazirliyinin belə bir kitabı çıxıbdı sərgidə. Bu da bunun Beyləqandakı ev muzeyi üstündə şəkli var. Ondan sonra burada deməli sonra indiki işlədiyim müddətdə də mən istəyirsinizsə onu da deyim. Yəni harada işləmişəmsə orada. Sizin belə harada işləmişsinizsə fəaliyyət sahələriniz zəhmət olmasa qeyd eləyin. Mənim işlədiyim fəaliyyət sahələrim belədir. İşləmişəm Mədəniyyətçilər Həmkarlar İttifaqı. Bundan əvvəl dediyim laureat Premium Lensova Komsomola. Bunu Moskva verilib. Yəni Heydər Əliyevin dövründə verilib belə bir laureat. O, çəkirsən, qadar? Çəkir. Da belə. Sonra deməli bizim işlədiyim bu indiki devirdə mənim özümün fəxri fərmanlarım da var. Hansı fəxri fərmanlardır deyəcəm mən sizə onları. Onlar fəxri fərmanlar, bunlarla neçə dənə fəxri fərmanlar, bəzi və sonra Həmzət qızına Həmkarlar İttifaqı işində yaxından iştirakına görə fəxri fərmanlar tərtib olunur. Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyasının. Yəni indiki iş devrimin də var, ondakı da var. Mən bunları bircə deməkdə məqsədim odur ki, nə yaxşı ki həyatı mənasız yaşamamışam.
Yəni bu deməkdə məqsəd o deyil ki, mən nəsə fəxr fərman almışam, tərtiblər almışam. Əlbəttə hər kəs öz dairəsində mənalı həyat yaşayır. Amma Tanrıdan mənə bu cür həyat qismət olub və buna da peşman deyiləm. Çox gözəl, çox təşəkkür edirik Sona müəllimə. Biz sizə minnətdarıq. Gəldik, bizim üçün çox xoş oldu sizinlə söhbət etmək. Maraqlı faktlar haqqında danışdınız. Gözəl müsahibəniz oldu. Sevil Qaziyevanın abidəsini, o cümlədən qəbir üstü ziyarət etdik. Sevil Qaziyevanın fəaliyyəti sayəsində müəyyən qədər söhbətlərimizi apardıq. Sizin sayənizdə bunu biz yaşatmalıyıq. Sizlərin deməli, əmək fəaliyyətinizi qiymətləndirməliyik. Bu bizim hər birimizin borcudur. Düşünürəm ki, çox sağ olun. Verilişimizin sonunda mən sonunda çox üzr istəyirəm Elnar müəllim. Siz hamını tərifləyirsiniz. Yaxşı olardı bir balaca da mənim bir neçə misalim var siz haqqında. Deməli, dostlar, Sona müəllimə Sevil Qaziyevanın bacısı mənim haqqımda şeir deyəcək. Ona qədər. Mənə də çox maraqlıdır həqiqətən. Ona qədər bizim qarşıdan belə bir yəni bayramımız gəlir, Ramazan bayramı. Müsəlman aləminin müqəddəs bir bayramı gəlir, müqəddəs oruç bayramı. Mənim belə bir şeirim var. İcazə versəniz onu deyin. Belə bir şey. Allah sevgisi. Bir mövzu axtardım, onun kəlamı nə yerə, nə göyə sığışan olsun. Bir əsər axtardım, onun hər sözü məhəbbət eşqi ilə qəlbimə dolsun. Çəkdim öz-özümü imtihana mən. Bütün vücudumla tüğyana gəldim. Ömrüm payızında keçən günləri arayıb axtarıb tək onu tapdım. Tək odur. Tək odur gözümdən nurlanan, yanan, qəlbimə həkk olmuş Allah sevgisi, məni həqiqətə haqqa çatdıran, ağladan, güldürən Allah sevgisi. Ömrü var edən də, yox edən də o. Fərman da, hökm də onun əlində. Elə bəşəridir, elə böyükdür, dünya yerləşəcək ovucun içində. Allah sevgisi ilə yox olsa insan vətənə çevrilir, elə çevrilir. Allah sevgisi ilə dünyaya gələn, Allah sevgisi ilə köç edib gedir. Çox sağ olun. Böyük fəlakətdən, dardan qutardı. Allaha sevgi ilə Nuhun gəmisi bugün də yaşadır Adəm oğlunu. Allaha məhəbbət, Allah sevgisi. Bir dənə də Sevil haqqında bir şeirim var. Sənin heykəlini icazə ver, sonra da sənin şeirini oxuyacağım. Heykəl o balaca vaxtı olanda qızımız da yanındaydı. Heykəlin önündən keçdiyim zaman dondu gözümdə yaş, damarımda qan. Dikildi gözlərim sənin gözünə, ürək cavab verdi sorğu sözünə. Düzüldü qəlbimə o ötən illər, uşaqlıq taleyim həsrətə düşdü. O gözəl, mehriban, bacılı illər düşdükcə yadıma qəlbim üşüdü. İndi hər gün səhər, bircə an belə səni görmək üçün tələsirəm mən. Gözlərin dikilib yollara nədən məni mi gözləyərək? Hey, baxırsan sən, arzun ürəyimdə gül açmış mənim. Arzun ürəyimdə gül açmış mənim. Həyat gözlərimdə, həm gözümdədir. Demək ki, həyatdan tez getdim bacım. Ömrüm də, ömrümdə yaşayır mənim. Çox bacım gözəl. haqqında. Anam da çox həddindən artıq bacıma çox vurğun idi. Son məqamda qəbrin üstünə dedim və anama da bir şey yazdırdım. İki bəndi sizə demək istəyirəm. Anam öldü, çox həsrətlə öldü. Anam, elə çətindir ki, səni unutmaq. Səmada günəşin batması kimi. Anam, elə çətindir ki, səni unutmaq. Ürəyimin vurğusuz yatması kimi. Anam, elə çətindir ki, səni unutmaq. Susuz bir fidanın həyəcanı tək. Anam, elə çətindir ki, səni unutmaq. Səni unudursan, dayanar ürək. Allah bütün ölənləri rəhmət eləsin. Qaqaş, sənə də bir dənə Elnar müəllim bir şeirimi günə gecə yazmışam. Vətən oğlu. Həqiqətən sən vətənimizin, elimizin, obamızın dəyərsiz balasısın. Dəyərsiz nə mənada? Qiyməti olmayan, yüksək qiymətlərə malik belə bir insan, gözəl insansan. Mən minnətdaram. Vətən oğlu. Bu da mənim sənə hədiyyəm olsun. Tanıdıq biz səni, sevdik biz səni. Sevinclər bəxş etdin sınıq qəlblərə. Allahım həmişə qorusun bəd nəzərlərdən, həmişə şad etsin sınıq qəlbləri. Ana duaları, ana duasıdır
balam, Elnarım, həmişə xeyirdə çəkilsin adın, var olsun dünyaya səni bəxş edən ana, həmişə gerçək olsun sənin əməlin. Budur, son arzum, son duam mənim, 100 il ömr edəsən, şad yaşayasan, xeyrxalq işinlə, əməllərinlə, sınıq könüllərə nur səpələsən. Çox sağ olun müəllimə. Mən sizə təşəkkür edirəm. Dərin minnətdarlığımı bildirirəm. Mənə doğrudan da çox belə həqiqətən insanı düşüncələrə qərq elədi sizin danışığınız, sizin söhbətiniz. Bu şeirə görə mən sizə dərin təşəkkürümü bildirirəm. Sizin kimi bir insandan bunu eşitmək Və mən həqiqətən sonda, mənim üçün Elnar müəllim, xoşdur. mən sonda belə bir qızımızla fəxr edirəm, qardaşım qızı ilə, qardaşımla. Mən fəxr edirəm ki, belə bir gəncləri, mən də vaxtilə gənc olmuşam, yaşadırsınız. Və eyni zamanda mən yenə də təşəkkür edirəm ölkə rəhbərliyinə. Təşəkkür edirəm. Bugün ən vacib məsələlərdən biridir. Gənclərə örnək olmaq, gənclərə düzgün yol göstərmək, gələcəyi onlara yaxşı istiqamətləndirmək üçün bizim prezidentimizin bir gözəl bir sözü var, ulu öndərimizin. Tarixdə tamamilə hər şeyin üstündən xətt çəkmək olmaz. Tarixdə nə yaxşı varsa onu götürmək lazımdır. O yaxşıları da biz bu günləri yəqin ki, bu verilişdə az da olsa danışdıq. Gənclərimizə örnək olsun və bu yolda bizə dəstək olan insanlara, ölkəmizin rəhbərliyinə, rayonun rəhbərliyinə və eyni zamanda sizin kimi gənclərə, Elnar müəllim, böyük təşəkkür edirəm. Və Mən sizə təşəkkür edirəm. Gətirən Annaya, bax üz-üzə göz-gözə oturmuşuq, Annaya təşəkkür edirəm. Və mən belə başa düşürəm ki, qələbə həmişə Azərbaycanladır, yaşasın Azərbaycan. Mən sizə təşəkkür edirəm. Mən sizə minnətdaram. Hörmətli izləyicilərimiz, siz də çox sağ olun ki, bizləri sona qədər izlədiniz. Mən sizin hər birinizə dərin təşəkkür edirəm. Sevil xanım da sağ olsun. Deməli, təşəkkür edirəm bu cür gözəl fikirlərinizə görə. Sevil Qaziyeva hər zaman yaşayacaq tarixlərdə, bizim dərsliklərdə, dillərdən dillərə, deməli, nəsillərdən nəsillərə ötürüləcək. Həmişə onun söhbətləri, sözləri, onun fəaliyyəti. Ona görə də heç birimiz heç zaman bu cür şəxsiyyətləri unutmamalıyıq və gələcək nəsillərə də ötürməliyik. Buna görə də birgə çalışmalıyıq. Hörmətli gənclik, hörmətli gənclər, doğrudan da hər birimiz bugünkü gün bu ənənəni qorumalıyıq və bu cür şəxsiyyətləri yaşatmaq bizim hər birimizin borcudur. Keçmişini unudanın gələcəyi olmaz. Belə bir söz var. Doğrudan da o cür düzgün, çox düzgün və çox yerində deyilmiş bir sözdür. Ona görə də keçmişimizi də yaşatmalıyıq. Gələcək nəsillərə də ötürməliyik. Hər zaman daim inkişafda olmalıyıq. Çox sağ olun. Dərin təşəkkürümü bildirirəm sizlərə. Gələn görüşlərəcək, inşallah gələn görüşlərdə yeni mövzularla, yeni qonaqlarımızla sizlərin qarşısında olacaq. Çox sağ olun. Sizlər sağ olun. Sizlərə təşəkkür edirik. Sağ olun. Can sağlığı arzulayırıq. Çox sağ olun. Yaşasın Azərbaycan, yaşasın Azərbaycan gəncliyi. Çox sağ olun.